Biliklə bağlı problem yoxdur. Sadəcə qorxu var. Düşünəndə bütün bədənim bloklanır. Sadə bildiyim bir şey yaza bilmirəm. Burada mən sizə belə deyim də, siz çox aşırı, burada fiksasiya var. Məhz fokuslanmısınız ancaq imtahan gününə. Düzdürmü? Burada diqqətin fokusunu, diqqəti biraz paylamaq başqa cürəbəcür həyatınızda olan başqa şeylər. İmtahana hazırlıq onsuz da eləmisiniz, daha doğrusu və deyirsiniz biliklə bağlı sizin bir qorxunuz yoxdur. Deməli, sizin həyatınızda pozitiv, sizə hiss etdirəcək situasiyalar azdır. Bildiniz necə? Yəni, burada bədəni dinləmək, bədən bloklanırsa, bədən qorxuya çox düşürsə, deməli, burada bədənə biraz qulluq lazımdır. Məsəl üçün, duş qəbul etmək, vannada suda uzanmaq, yürüyüşlər etmək, masaj eləmək, yəni ki, bədən nə istəyir? Məsələn də, tutalım, yatmamışdan öncə çoxlu internetdə olursunuzsa, yəni o ekrandan gələn işıq bütün vaxtı gözünüzə, oradan da beyinə siqnal ötürürsə, bu daim insanın beynini ayıq saxlayır. Yəni, beyinə burada biraz istirahət lazımdır. Bacardığınız qədər, yenə də deyirsiniz ki, bilik çoxdur da, biliyinizlə bağlı bir qorxu yoxdursa, onda siz burada bədənə yönəlik cürəbəcür nələr edə bilərsinizsə edin. Nəyi sevirsiniz ən çox? Nə bilim, parkda oturub bəlkə skameykada yaxşı, xoş havalardır özdə son vaxtlar. Nə bilim, oturub sevmişkə çıtlamaqmı və yaxud kitab oxumaqmı? Biraz təbiətin qoynunda çox olun. Təbiət, park özü vacib deyil, indi şəhərdən kənar demirəm. Şəhərdən kənar da gözəldir. Yəni, qapalı məkanda az qalmaq. Yatmamışdan öncə otağınızı havalandırın, yuxu rejim qurun özünüz üçün. Rejimlə yaşayanda da, məsələn, yeməyiniz hansı vaxtlarda olur, yəni çalışın eyni vaxtda yerinizə girəsiniz, eyni vaxtlarda təxminən yemək yeyəsiniz. Rejimli, strukturlu olanda həyat, o da psixikanı, sinir sistemi rahatlaşdırır. Yəni, sizin rutininiz əvvəlcədən necə idisə, o əvvəlki rutini də. İndi adınız nə idi? Nişanə Məmmədli. Nişanə də adınız. Deyəsən, inanın dediklərinizi edirəm, amma düzəlmir. Daxilinizdə dediyiniz sözlər. Düzəlmirsə, deməli, daxildə dediyiniz sözlər orada çox kəskindir. Deməli, orada dediyiniz sözlərə müşahidə edin. Haçan gördünüz, gərginsiniz. Baxın, görün, orada özünüzə nələr deyirsiniz. Yəni ki, siz, bu xarici faktordur da, sən nələrsə edirsən ki, rahatlaşasan. O yürüyüşdür, odur, budur, vannadır falan. Nə mümkünsə də, düzdür. Bunu edirsən. Onda demək ki, sən bu beynində fırlanan düşüncələr imtahanla bağlı, orada sən negativ çox şeylər deyirsən. Orada katastrofizasiya var deməli. Katastrofizasiya nədir? Yəni ki, sən sonunu hələ bir düşünürsən və sonunu belə dəhşətli görürsən. Başa düşdün necə? Hər yaxşı nəticə hələ bir görmürsən də orada. Ay, çox pis olacaq, ay, birdən ürəyim gedər, ay, mən birdən heç nə yaza bilmərəm, ay, elə olaraq. Bunları dedikcə, bax, bir dənə düşüncə gəldi ağlıma, negativ imtahanla bağlı, o qığılcımdır. Onun dalınca başqa düşüncələr gələ-gələ tonqala çevrilir. O tonqal sənin bütün içində, belə yanğının içində olursan. Düşüncələri dəyişdirmək. Vacib deyil, çox pozitiv şeylər demək. Normal, real bir şeylər. Yəni, əvvəllər sən tutalım, imtahanları necə verirdin, nəticə necə olurdu? Əvvəlki sənin bütün xatırlar, əldə elədiyin uğurları. Yəni, vacib deyil, çox belə böyük bir uğur. Bacardığın hər nə bacarmısansa bugünə qədər. 4 ildir gedirəm. Hər ildə bloklanıram, yaza bilmirəm. Hər dəfə gedəndə əvvəl düşdüyüm halları yada salıb yenə eyni şey təkrarlanır. Çünki sən panika halı yaşayırsan, sən panikaya düşürsən. Sən mütləq ki, bu daxildə özünə dediyin ifadələrlə bağlıdır sənin bloklanıb qalmağın. Mütləq. Bu sən sadəcə, sən necə, bax, təşvişli birisən biraz. Təşvişli birisən biraz, perfeksionist birisən, məncə biraz mükəmməlliyətçisən, məncə. Və təşvişli olduğun üçün səndə negativ düşüncələr çoxdur. Negativ düşüncələrsə təşvişi artırır.
Təşvişli insan birinci düşüncələrindən başlamalıdır. Həm burada düşüncələr, həm də bədənə təsir burada lazımdır. Yəni səninlə belə dəstək verməyən insanlarla, hansı ki biraz da səni qorxudur, dostların falan, kimlərsə var ha, belə səni daha da əks təsir göstərir. Onlardan uzaq durmaq, elə adamlarla danışmamaq. Amma elə təşvişli insan üçün ən birinci özüdür elə adam. Çünki özünə çox əks təsir göstərir. Çünki ağlında, zeynində o düşüncələr onu hələ bir zəhərləyir deməyim də, yəni təşvişli çoxaldır da. İnsan təşvişli olmaqdan nədən hələm-hələmə çıxa bilmir, o döngədən çıxa bilmir. Sən burada nədir? Sən burada biliyin olduğu halda özünə inam zəifdir. Biliyin olduğu halda sən, məsələn, bax, yenə də özünə inam, bax, təsəvvür elə ki, bir işıqdır da həqiqi mənada içində. Və bu işığı gəlir sənin təşvişin, sənin qorxun, imtahanı verə bilərəm, yaza bilərəm. Bu işığa təsir etməməlidir. İşığın güclü olanda, inamın özünə güclü olanda, mən bilirəm də, mənim biliyim var, mənim biliyim qəşəngdir, əladır və s. Sən haçan görəndə negativ düşünürsən, mənim biliklərim var, mən oxumuşam, bilirəm yetərincə. Burada biraz ola bilər, sosial dəyərləndirmə ilə də bağlı səndə qorxu var. Sən kimi, məsəl üçün düşünürsən ki, ilk sən kimi ağlıva gəlir, sən fikirləşəndə ki, sən yaxşı yaza bilməzsən. İlk ağlıva gələn insan kimdir? Kimin reaksiyası səni belə çox narahat edir, özündən başqa? Bəli, panika var, təşvişliyəm. Həm də panika halı yaşayırsan da, nə etmək olar bununla bağlı? Yaxşı olar da ən gözəli seanslar. Ətrafından mənfi insanları silmişəm, özüm də negativ biri deyiləm, pozitiv biriyəm. Bax, əgər özü negativ insanları silmək, okey, pis hal deyil, yaxşı haldır. Pozitiv biriyəm deyəndə, bax, sən daxildə özünə pozitiv sözlər çox desəydin, dəstəkləyici sözlər, sən özünə qarşı pozitiv deyilsən. Sən insanların yanında pozitiv olmağı yəqin çalışırsan. Bax, burada bir sən nədir? Sən özünü bəyəndirməyə çox onda çalışır. Sən pozitiv deyəndə nəyi nəzərdə tutursan? Cəmaat içində, yəni negativ sözlərlə çalışırsan, danışmayasan, ancaq insanlara xoş təəssürat yaradasan, ancaq gözəl təəssürat yaradasan. Yəni ki, məsəl üçün, kimsə yanlış edəndə yanlışını, məsəl üçün, sənə qarşı kimsə yanlış edəndə və yaxud neysə, üzünə vurmaq, belə neysə demək, haqqını tələb etmək, öz dediyin üzərində durmaq. Yəni, burada çalışırsanmı, yox, dala çəkilirsənmi? Heç kimin reaksiyası məni düşündürmür, sadəcə öz əziyyətimi düşünürəm. Hər kəsin ətrafında, ailəndə olan hər kəsin reaksiyası, sən bilirsən ki, sən necə yazsan da imtahanı, yenə də normal olacaq. Yəni, burada negativ bir reaksiya heç kəsdən gözləmirsən. Hər dəfə özümə deyirəm, bacaracam, öz uğurlarımı özümə deyirəm, nailiyyətlərimi deyirəm. Aha, bir də sən burada nədir? Sən özünü ancaq dəyərləndirirsən nailiyyətlərinlə bağlı. Mən elə başa düşürəm. Sən burada nədir? Nailiyyətin yaxşıdırsa, sən özündən razısan, sən özün üçün dəyərlisən. Nailiyyətin az olduqda, sən hələ bil özün özü ola bilər, daxildə söyürsən, utandırırsan, ay mən necə ağılsam, ay bu səhvi necə buraxdım, ay mən necə qorxuya qapıla bildim, ay mən niyə panikaya düşdüm, ay mən nətər biriyəm. Bax, burada sən özünü necə ancaq bacardıqlarınla dəyərləndirirsən. Yəni, bacardıqlarını qoysan kənara, bir dənə onları düşünməsən, sən özün üçün nə dərəcədə dəyərlisən? Ani hallar olur ki, mənə belə negativ düşüncələr gəlir və mən qorxuya düşürəm və bütün bədənim keyir, bloklanıram. Aha, burada çox vaxt sən necə insanın özünün, belə deyim də, burada daxili bir konflikt var. Yəqin ki, nevrotik şəxsiyyət strukturu məncə, indi mən diaqnoz qoymaqla ixtiyarım var, nə bir şey, strukturu sadəcə oxşadıram. Şəxsiyyət tipi nevrotik insan.
Məncə, yəni biraz burada insan öz istəklərinə görə yaşamış insan olmur adətən. Yəni əsasən borcuna görə yaşayır. Yəni ki, düşünürsən ki, belə eləməliyəm, bu cür eləməliyəm. Yəni o insan ki, kim biraz istəklərinə qarşı illərlə belə bilsən necə olub, kor olub biraz. O insan pozitiv duyğular ümumiyyətlə az hiss edir. Və pozitiv duyğular sən az hiss etdiyində negativ düşüncələr avtomatik çoxalmağa başlayır. Yəni burada biraz insanın özü ilə əlaqəsi zəifdir. Qorxularınla əlaqən möhkəmdir. Amma istəklərinlə, arzularınla bağlı özümdən gözləntilərim çoxdur, bununla bağlı ola bilərmi? Bəli, əlbəttə. Aşırı perfeksionizm odur da, sən aşırı olanda gözlənti insandır özü-özündən. Əlbəttə bu insanı ancaq gərgin saxlayır. Bu insanı depressiv hala salır, bu insanı gərginləşdirir. İnsan başqaları ilə belə qıcıq olursan hər şeyə, heç kəslə uzun danışa bilmirsən, hövsələn çatmır. Bir çox şeylərə hövsələn çatmır. Sən bax məsələn, əgər orta nəticə alanda, orta nəticə alanda sən özündə necə bunu qəbul edirsən? Necə təsir eləyir bu? Halın necə olur onda? Məsələn, sən gözləyirsən ki, tutalım 95 yığacaqsan 100-dən, yığırsan 65. Onda nətər olursan özünə qarşı? Daxildə nələr deyirsən özünə? Özümü biraz danlayaram. Biraz deyəsən, biraz sözü məncə biraz yaxşı ola bilər, çox möhkəm danlamırsan, amma neçə gün danlayırsan məsələn. Yəni bax, orta nəticəni, pis nəticə, bax sənin üçün bilsən nə var? Bir əla nəticə, geri qalan nəticələr sənin üçün pisdir. Orta nəticə sənin üçün bilsən nədir? Hələ aşağı nəticə kimidir. Bildin, sən ortaya normal yanaşa bilmirsən. Ortanı özünlə uyğunlaşdıra bilmirsən, yaraşdırmırsan özünə. Burada sən nə var? Egocentrizm var burada. Ümumiyyətlə, perfeksionist insan, egoizm yox, egocentrizm. Sən yaraşdırmamağın var da özünə. Sən burada özünə çox fokuslanmısan. Çox fokuslanmısan ki, mütləq belə olsun, mütləq elə olsun, məndə belə olmalıdır. Egoist başqadır, egoistdir ki, ancaq mənim üçün, ancaq mənə, hər şeyin yaxşısı ancaq mənim üçün, o birilər geçsin atlansın da, bunun kimi bir şey. Amma egocentrizm, sırf sən, bax, ancaq öz nailiyyətlərə fokuslanmışsan, ancaq özünə, ancaq özüm, ancaq bu necə olacaq, bu nətər olacaq. Yəni, sən biraz başqa insanlarla da o qədər maraqlanmırsan məncə, başqa insanlar nə yaşayır, nə inir, lap yaxın insanların da, həyatında nə baş verir, sən biraz hər şeydən uzaqlaşmışsan və ancaq özündə. Ancaq bir şeydə fokuslananda insan, o onun üçün olur ən önəmli bir şey. Və ən önəmli bir şeyə də insan çox dəyər verir biraz. Biraz burada sən abartmısan da, özünə fokuslanmaq yaxşıdır, normaldır. Amma abartılanda, balans pozulanda, balans ha tərəfə pozulursa pozulsun. Az özünə fokuslananda da insanın həyatda özünü xoşbəxt hiss etmir, gərgin hiss etmir də yaxşı. Negativ duyğular çox olur. Yəni, ya o tərəfə, ya bu tərəfə. Tərəzi heç bir tərəfdə ağır olmamalıdır da. Yəni, ümumiyyətlə, egocentrizm təşvişli insanlara, nevrotik insanlara xasdır. Fokuslanırlar, öz düşüncələrinə çox fokuslanırlar, öz eləyə bilmədiklərinə çox fokuslanırlar, aşırı. Fokuslanmamağı necə eləyə bilərsən? Ancaq o cür ki, bütün nəticələri sənindir, bütün nəticələrdə sənin səyin var. Orta nəticə də alanda insan, sən bunun üçün də çoxlu səy göstərmirsən axı. Ola bilər hansı faktorlar səbəbindən, nələrdənsə ola bilər. Tutalım, sən biliyin elədir ki, sən hələ 300 bal tutalım, 300-dən 300 yığa bilərsən. Ola bilər, məsələn, elə bir şey baş verər ki, nə bilim, birdən-birə zamanı tutalım, az vaxt verdilər sizə.
Məsələn, tutalım sən bilmirdin də 3 saat verəcəkdilər sizə, elə çıxdı ki, 2 saat verdilər sizə. Məsələn, sən çatdırmadın. Nələrsə oldu da, bilmirəm, bir şeylər oldu, tutalım nəyisə çatdıra bilmədin, nəsə o. Yəni bu artıq sənin özünlə bağlı bir şey deyil də. Sənin özünlə bağlı bir şey olmayanda da sən orta nəticə görəndə yenə də danlayırsan özünü. Məncə hələ danlayırsan. Yəni sən necə birisən məncə? Nə olursa olsun hələ sonunda özünü danlayırsan çox vaxt. Kimləsə danışanda belə deyirəm ki, tez getsəydi dərsimə baxardım. Hər bir görəndə deyirəm tez bitirsəydim gedib dərsimi oxuyardım. Hə, bax bu egosentrizm bax budur. Bildiniz necə? Burada biraz başqalar, bax ona görə diqqətin paylanılması ilk öncə nə dedim? Diqqətiniz aşırı özünüzdədir. Diqqəti biraz başqalarına da paylayın. Biraz başqalarının da dərdi ilə, səri ilə maraqlan. Başqalarına da biraz dəstək ver. Bildin necə? Özü üzərindən biraz gözünü çək öz üzərindən. Başa düşdün? Ona görə bu panika halı var. Fiksasiya nədə? Deyir, nəyə çox diqqət verərsən, onu da böyüdərsən. Bildin mi? Sən diqqətini vermirsən nailiyyətə, nailiyyət. Həyat nailiyyətdən ancaq belə ibarətdir. İndi düzdür, bu çox nümayiş olunur da, nümayiş etdirilir sosial şəbəkələrdə. Nailiyyətlərini insanlar çox lovğalanırlar. Çox başqa insanların gözünə soxurlar bunu. Bax bunu elədim, onu elədim, bunu bacardım. Biz elə bilirlər ki, hələ hər zaman ancaq həyatda elə nailiyyət dalıca düşməlisən, qaçmalısan. Bəs insan həyatda həzz də almalıdır, bir başqaları ilə ünsiyyətdə də doyuncu olmalıdır. Burada fokusu özündən biraz çək bir başqalarına, diqqətini paylaşdır başqa şeylərə də mütləq.